Açıq Yorum verilişinin ayrı bir bölümü ilə sizin ekranlarınızın aracılığı ilə olduğunuz yerə qonaq gəlmişik və bəli başdan təşəkkür edirik. Hörmətli tamaşaçılar, könül istərdi ki, bu verilişlərdə, proqramlarda dadlı, şirin və gözəl sözlər danışılsın. Kimi zamanlarda olubdur, ancaq sanıram ki, bizim bəlkə durumumuzdan dolayıdır, bilmirəm bölgədə olduğumuzdan dolayıdır, bizim siyasi coğrafiyamızdan dolayıdır. Nədəndirsə, o sözlərin ağırlığı az olur və bildiyimiz qədərilə acı hadisələr, acı olaylar və buna bənzər söz-söhbətlər çox olur. Gerçi siyasi proqramlarda bu da qaçınılmazdır deyəsən, belə bizim əynimizə biçilmiş kimidir. İnşallah gələcəkdə xoş sözlər də gələr öz yerini tapar və bu qədər də üzüntü, təəssüf verici sözlər də biz danışmarıq. Ancaq deyəsən hələlik biz çarəsizlik və bu söhbətlərdən də vazgeçə bilmirik. Çünki bizim qədərimizdir. Bizim qədərimiz bu olubdur. Son günlərdə bölgəmizdə millətin beynini qatan məsələ oraya çəkilən qoşunlardır. Özəlliklə super güclər tərəfindən və onların başında Amerika, əslində Amerika və ikinci sırada deyək ki, İsrailin adı keçir. Yan yörələrində də ayrı ölkələrin adı vardır. Amma məsələn, nə bilim, İngiltərənin uçaqları gəldi, hansı nöqtədən hansı nöqtəyə konuşlandı, Fransa nə iş gördü, o biri Almanya necə hərəkət etdi, onlar da vardır. Amma əsas məsələ bir cəbhə, deyək, açılmışsa, onun bir tərəfində Amerika, yanı sıra İsrail və ayrı tərəfdə də İrandır sözdə. Arxasında Rusiya, Çin dəstəkləyəcəkmi, yoxsa görməzdən gələcəkmi, o da bir ayrı məsələdir. İstərdik ki, bu proqramımızda elə bu söhbətləri qaldığı yerdən davam edək və yenə də baxışımız olsun bu məsələyə. Görək ki, bu iltihablı, stresli, talvasalı günlər necə keçəcəkdir və biz də gələcəyə necə hazırlıqlı olmalıyıq. Proqramımızın qonağı Sayın Əhməd bəy Haşimidir ki, sizin üçün tanış bir simadır. Onlarca veriliş və proqramı elə bu televizyonda olubdur. Əslində öz televizyonlarına gəliblər, qonaq demək biraz yaxşı alınmaz. Amma söz gəlişi dedik. Sayın Əhməd bəy, mən xoş gəldin deyirəm sizə. Öz verilişinizə çox xoş gəlibsiniz. Çox belə uzun bullama deyək ki, mənim girişim olmamalıdır. İstəyirəm ki, mikrofonu sizə tapşırım və sizdən eşidək. Son tablomuz nədir bölgədə? Onu bir eşidək, bir özətini sizdən eşitmiş olaq. Ondan sonra adım-adım irəliləyək, görəcək ki, gələcəkdə nə kimi senarilər bizi gözləyir və biz necə hazırlıqlı olmalıyıq. Buyurun, söz sizdə lütfən. Çox sağ olun Mehdi bəy. Hər şeydən öncə sizi və bizi izləyən, bizi eşidən hər kəsi salamlayıram. Və siz də elə işarə elədiyiniz kimi mən bunu televizyonu öz televizyonumuz kimi görürəm. Amma yenə də sağ olun bu imkanı verdiyiniz üçün, məni çağırdığınız üçün bu proqrama, bu verilişə. Bu məsələ çox önəmli bir məsələdir. Buna heç kəs təbii ki, qəti bir cavabı yoxdur. Bu indiki vəziyyət, indiki bu gərginlik, bu və önümüzdəki senaryoları hər kəs desə ki, mən məlumatım var, bilgi var, o ya çox bu məsələni bilmir və yaxud onlar sadəcə spekulasiyondur, sadəcə təxmindir. Amma bir məsələ qətidir, o da bu ki, indi biz görürük ki, Trump, Amerikadakı yönetim çox ciddidir İrana qarşı davranışında və görürük ki, bura gəlib ki, bölgəyə gəlib böyük bir qalibiyyət əldə etmədən bölgəni tərk etmək istəmir. Və İranla qarşılaşdığı bu istər əskəri olsun və ya istər müzakirə səviyyəsində olsun, yəni bu hər halda bir şeylər əldə etməlidir, ciddi bir şəkildə bir şeylər əldə etməlidir buranı tərk etmək üçün, bu bölgəni və İrandan əl çəkmək üçün. Amma necə bu, biz görürük ki, gəmiləri gətirib çox ciddi bir şəkildə
silah, təslihat gətirib bölgəyə, elə Ərəb dənizinə və Körfəz bölgəsinə biz görürük ki, yaxınlaşır. Amma nə istəyir Amerika? O netdir, o açıqdır, onu rahat danışmaq olar. İrandan istəyir ki, nüvə proqramı ki, təqribən demək olar, əldən də gedib, bir şey qalmayıb o cür. Əlbəttə, o qabiliyyət, o know-how, nə deyərlər, o bilim, bilgə, o əlbəttə ki, vardı. İranın rejiminin adamları dediyi kimi, sən Fəxrizadələri aradan götürə bilərsən, amma Fəxrizadə zehniyyəti var, o akademilərdə, danışqahlarda, bilim yurtlarında tədris olunur. İran bu qabiliyyəti əldə edib, onu aradan qaldırmaq çətindir. İranın o know-how, o danış, o bilim, o bilgəni məhv eləmək. Amma biz görürük ki, o 12 günlük savaşda İranın o nüvə altyapıları aradan getdi. Və İranda o imkan, o qabiliyyət yoxdur. Amma o zənginləşmiş o maddələr hələm durur, o uranium nə qədər durur, hansı vəziyyətdə o ayrı bir məsələdir. Ona da yenə hətta Qərbin istixbarat təşkilatları da ona vaqif deyirlər, ona məlumatları yoxdur, hansı səviyyədədir. Amma Amerika bunu istəyir ki, İran artıq nüvə dalınca getməsin. İstər İranın dediyi kimi barışçıl olsun, fənnavəri solhamiz həstəyi olsun, istər qeyri-barışçıl olsun ki, İran deyir, İranınki barışçıldır. Deyir ki, heç halətdə bu olmasın. Birinci məsələ budur. Amerika bunu istəyir, İsrail bunu istəyir. Hətta demək olar ki, yəni Qərb dünyası da bunu istəyir, bəlkə Şərq dünyası da, yəni Güneydə, Quzeydə bunu istəyir ki, İran, özəlliklə İran güvənilən bir ölkə deyil, İrana güvənmək olmur. Belə bir zehniyyət var. İran öz millətini neçə həftə bundan qabaq o şəkildə qətlam eləyib. Öz millətini qətlam eləyən bir rejim, istər İran olsun, istər Suriyədəki o əski rejim Bəşar Əsəd olsun, istər Əraqdakı əski rejim o Saddam Hüseyn olsun, bunlara güvənmək olmur və o yüzdən də heç əldə etməməlidirlər. Bəziləri var ki, əldə eləyiblər, onun həzinəsi də olub, istər Pakistan olsun, istər Hindistan olsun. Amma İrana gəlincə bu ciddi bir tavır var ortada. Həm Qərb dünyasından, həm Şərq dünyasından, Rusiya və Çin də buna qatılır. Rusiya və Çin də deyir ki, İran əldə etməməlidir. İkinci məsələ İranın balistik füzələri, muşəkləri məsələsidir. Onu da yenə demək olar ki, Qərb dünyasında, çünki indi İranın bu qabiliyyəti Avropanın şərqinə çata bilir, yetişə bilir. Bunu İran biraz bu balistik nüvəni gəlişdirə bilsə, bunun bordunu, bunun o zaman istədiyi Avropa şəhərlərini də hədəf ala bilər. Avropa da bunu yenə istəmir. Amerika və İsrail əlbəttə ki, heç bunu istəmir. İranın ən böyük caydırıcı gücü, qüvvəyə bazdarandəsi elə həman İranın nüvə ki artıq yoxdur o şəkildə, amma balistikdir. Balistik ilə biz gördük ki, yəni hər nə qədər də İsrailin hava müdafiə sistemi dünyada ən gəlişmiş, ən pişrəftə sistem olsa da biz gördük ki, 12 dənə İranın silahları hələm o gəlişmişlərini özlərinin dediyinə görə, yalanı doğrusu mollalara aid, amma o mollaların dediyinə görə indi bu gəlişmiş seriləri də bunlar başlayıblar, tolid eləyirlər balistik. Bunlarla daha rahat Hayfanı, Tel Avivi, Urşəlimi, Beytülmüqəddəsi vura biləcəklər. Bu ikinci məsələ. Bunu da Amerika müzakirələrdə istəyir ki, olmasın. Bir ayrı məsələdə ki, əlbəttə İranın o niyabəti gücləri, qüvvələridir ki, onlar da çox ciddi bir şəkildə zəiflənibdir. Amma biz görürük ki, hələm məsələn Əraqda olsun, o qüvvələr Həşr-ü-Şəbi və yaxud Yəməndə olsun Husilər, onlar hələm altyapılar durur, güclüdürlər. İsraili və Qərb dünyasını nə zaman İrandan dəstur gəlsə təhlükəyə ata bilirlər. Bunları Amerika istəyir. Amma nə şəkildə istəyir bu istəklərini əldə eləsin, İran rejiminə bunları təhmil eləsin. Amerikanın tərcihi əlbəttə odur ki, diplomasi yolu ilə olsun. Ona görədir ki, indiyə qədər elə bu neçə dəfə bunlar müzakirə olunub, daha öncəki səfərlər, indi neçə ildir ki, bu davam edir. Amma Trump'ın bir fərqi odur ki, Trump coercive diplomasidən danışır. Yəni,
zorlu diplomasi. Yəni həm çumağı əlində tutur, həm də deyir ki, otur danışaq. Çumağı bir cür tutur əlində, istəyir mullanın başına vura, deyir ki, gəl otur yaxşı adam kimi, yaxşı kişi kimi, yaxşı olan kimi gəl otur danışaq. Fərqi budur. Bu koersiv diplomasi əlbəttə ki varmış. Bu hər zaman özəlliklə Amerikada cumhuriyyətçilər, republikanlar bunu xarici siyasətdə daha çox istifadə edirlər. Ronald Reagan bunu çox istifadə elədi. Bunların botları odur da, Reagançılar buna hər zaman deyir, sadəcə quru danışmaqla olmur, çətin olur, inandırıcı olmur, caydırıcı olmur, bazılarında olmur. Amma sən çumağı aldın bir əliyən və havucu aldın o birisi əliyən. Yəni biri padaş, biri tənbih. Desən ki, hə, yaxşı olan olsan, sənə bu təşviqi verirəm, bu nə bilim, havuc təşviqini təmsil edir. Yaxşı olan olmasan, bu çumaqla vurulan başlayır. Bu sistem çox yerdə cavab verir, bəzi yerlərdə də cavab vermir. Məsələn, İranda biz görürük ki, bir hakimiyyət var ki, biz sevsək də, sevməsək də, istəsək də, istəməsək də bir çox belə yəni aşırı ifrati şiədirlər. Bəzi qismi demirəm hamısı, bir çoxu da hissədə inanmır, sadəcə cebinə, puluna, malına inanır. Ona görə rejiminlə əməkdaşlıq edir. Amma bir qismi elə doğrudan o ifrati şiəçiliyə inanır və hər halükarda istəmir təslim olsun. Deyir ki, Amerika zad alıb əlinə, çumaq alıb əlinə, biz niyə təslim olmalıyıq? Niyə Qərb dünyasında atomi bomb var, nüvə var, niyə İranda olmasın? Niyə İranın qonşusu Pakistanda var, nə bilim, İsraildə var, niyə bizdə olmasın? Elə düşünənlər də var, ona görədir ki, biz görürük bugünə qədər müzakirələrdən bir şey çıxmayıb, çünki İran dirənir, müqavimət edir. Bir ikinci yolda, bəli. Çox bağışlayın, sözdəsiz də. Mən istərdim ki, bir giriz də vuran bölgəmizdəki ölkələrə, ondan sonra ki, nəyə qaydaq bu İran-Amerika ilişkilərinə və əlaqələrinə. Bölgədə bəzi ölkələr bir neçə gün bundan qabaq ki, deyəsən, savaşın önünü aldılar, keçici olaraq heç olmasa. Nə bilim, Türkiyənin adı keçdi, ondan Qətərdən söz getdi, Mısırdan filandan. Biri də Suudi Ərəbistan məsələsi var ortada. Suudi Ərəbistan rəsmən deyir ki, biz İrana qarşı açılan savaşdan yana deyilik və müxalifik və bunu rəsmi elan edir. O tərəfdən bir xəbər gəlir ki, o ölkənin hansısa bir nazirinin, ya vəzirinin, ya baxanının bir görüşməsi varmış Amerikalılarla və orada deyir ki, siz İranı vurmasanız bunlar cəri olarlar, üzləşərlər və daha bundan sonra bunları yığışdırmaq olmaz. Mən demirəm ki, bu hərəkət doğaldır ya doğal deyildir. İstəyirəm sizin dəyərləndirmənizi eşidəm ki, siz belə bir ölkələr ya istərsəniz ayrı-ayrı, yəni fərqli bunların tutumları varsa fərqli olaraq, yox bir-birinə bənzər bir münasibətləri varsa, hamısına o deyərlər bir saqqa vurmaqla onların da bir hərəkətlərini və o diplomasilərini bir dəyərləndirək sizdən eşidək. Buyurun lütfən. Bəli, dediyim kimi Amerikanın iki yöntəmi var, iki rəvişi var İran rejiminə qarşı. Biri elə o koersiv diplomasi, zorbaçı diplomasi. İkincisi də əlbəttə ki, o silah-sursatı gətirib bölgəyə sadəcə nümayiş üçün deyil. Əlbəttə bir nəzər var ki, elə nümayiş üçündür, İranı qorxutmaq üçündür, İran rejimini geri attırmaq üçündür. O hədəf də olsa əlbəttə ki, belə bir məfkura var ki, peace through strength, güc yolu ilə barış, sülh. Yəni o da ola bilər, o imkan da ola bilər. Bu güc yolu ilə barışı daha çox qərb ölkələri, bölgə ölkələri dəstəkləyir, körfəz ölkələri dəstəkləyir, Səudi Ərəbistan olsun, Qətər olsun, İmarat və başqaları. Çünki belə bir əndişə, belə bir qorxu var ki, bunların içindəki əgər İran rejimi əldə edəcək, qaybedəcək, uduzacaq bir şey olmasa çox təhlükəli olar. Artıq o dediyim kimi İranda bir nüvə ki getdi, demək olar çoxu, bir balistik muşəklər qalıb. O balistiklərdən məsələn bir neçə dənəsini atsa Dubaya, Dubay ciddi bir şəkildə zərər görər.
Artıq bütün bu neçə 10 ildə bu yapılanlar hamısı demək olar çoxu təhlükədən, yəni aradan gedər, ya ciddi zərər görər. Və yaxud Ərəbistana necə ki neçə il bundan qabaq o dünyanın ən böyük paylayışgahı var Ərəbistanda. İran özü də o eləməsə İranın niyabəti qüvvələri, Husilər elədi saldırını. Yəni bu imkanlar da, bu ehtimallar da var. Ona görə onlar daha çox müzakirəni dəstəkləyir. Səudi Ərəbistan olsun, Qətər və İmarat və Oman, əlbəttə Oman daha ən yaxın ölkə bölgədə İrana Omandır. Ona görə İran Omana daha çox güvənir. İstanbulda görüşmə olacaqdı, amma onu İran Türkiyəyə güvənmədiyi üçün, Türkiyə bir NATO ölkəsi olduğu üçün, biraz da anti-Türk zehniyyətdən qaynaqlandığı üçün bunlar hamısı səbəb oldu ki, İran çox israr eləsin ki, bu görüşmə Oman'da olacaq və elə həman o ittifaqda düşdü. Ona görə mən elə baxıram ki, bunlar yəni bu bölgə ölkələri istəmir ki, ciddi bir şəkildə savaş olsun. Amma bir tərəfdən də Amerikanın əgər o müzakirə, o diplomasi cavab verməsə, Amerikanın ikinci çarəsi, yəni artıq tək yol ki qalıb müharibədir. Amma Amerikada da tamam əyar bir müharibə. Çox hoşdur. Savaşa gəlmədən qabaq mən istərdim ki, Türkiyədən də çəkdiniz. Orada bir balaca bir gəzli şəhər dolaşaq. Ondan sonra gedək bu müharibə senaryosuna, savaş senaryosuna. Dediyiniz kimi İran İstanbulda keçiriləcək müzakirələri, danışıqları rədd etdi və Umana getdi. Ora çox güvənir deyəsən. Dəyişik səbəblər və nədənlər saydılar. Nə bilim, biriləri dedilər ki, istəmirdi Türkiyənin qarşısında təhqir ola. Çünki bu aşağılanacaqdı hər halda. Umman yenə məsələn bunun əlaltısı ola bilər, ya Ummanla daha səmimi ola bilərlər və Umman rəqib sayılmadığına görə orada rahat edərdi. Bir də Türkiyədə ayrı ölkələrin də huzuru olacaqdı. Onları istəmirdi görə masa başında o imza atacağı zamanda belə bir söhbətlər var idi və ayrı-ayrı nədənlər ola bilər. Dediniz NATO ölkəsidir, ya nə bilim, rəqib kimin baxır, ya bəlkə güvənmir də. O ayrı məsələdir. İlginc. Kimi zamanlarda biraz gülünc olur, gülməli olur da. Amma o qədər təkrarlanır ki, bəlkə burada ona da bir toxunmağımızda fayda ola. İranda bəzi kəsimlər vardır, deyir ki, Türkiyə İranın azad olmasını istəmir, yəni çəhmir, dargözlük edir, bir gözü götürmür İran tərəqqili. Odur ki, İran İslam Cumhuriyyətini 250 tutur, dəstəkləyir. Nədir? Məsələn, bunlar gedib yerinə Pəhləvi gəlməsin deyə. Pəhləvi gəlsə, güya onların dediyinə görə, onların yanınca çox belə azadçılıq olacaqdır, tərəqqi olacaq, gəlişmə olacaqdır, inkişaf olacaqdır və daha Türkiyəyə biri baxmayacaqdır. Mən istərdim görəm ki, İranlıların Türkiyənin ekonomisində sizcə nə qədər müsbət rolları ki vardır, demirəm yoxdur. Get-gəl var, qonşudular, turizmdə, ticarətdə filanda. Amma nə qədərdir? Yəni birdən tutaq ki, İran azad oldu. İnşallah ya Pəhləvi, ya nə bilim başqası gəldi və bu sistemdən qurtardı yaxası bu ölkənin, o İrandan ölkə. Azadçılıq gəldi. Sonra tərəqqi elədi, inkişaf elədi. O zaman Türkiyənin evi mi yıxılacaq, ondan mənfi mi etkilənəcəkdir, olumsuz mu etkilənəcəkdir, yoxsa nə tər ola bilər? Onu biz sizdən də eşidək, sonra keçək o savaş senaryosuna. Buyurun lütfən. Mehdi bəy, bu məsələni siz məndən daha yaxşı bilirsiniz. Siz Türkiyədə yaşayırsınız və Türkiyədə yəni İranın nə qədər rolu var, qatqısı var İran və İranlıların nə qədər Türkiyə iqtisadiyyatında, Türkiyə ekonomisində rol oynayırlar. Onu məndən daha yaxşı bilərsiniz. Mən indilik amar yanımda deyil, rəqəm istatistik. Amma rəqəmlər ortadadır. İndi mən xatırlamıram tam onu deyəm, amma çox aşağı bir rəqəmdir. İstər İranın turizmi olsun. İranlıların baxmayaraq ki, sayı çoxdur, amma alım gücləri aşağı olduğu üçün, yəni İranlı turist olsun və başqa şəkildə Türkiyəyə gələnlər olsun, bizlər, yəni o Güneyli olsun, İranlı olsun, Fars olsun, o qədər xərcləyə bilmirik. Yəni alım gücümüz zəif olduğu üçün. Amma misal mən bunu atıram, yəni özümdən çıxardıram. Bu yəni bu statistik deyil, sadəcə anlaşılsın deyə bu misalı verirəm. Məsələn, biri nə bilim İsveçrədən, nə bilim Sueddən gələndə Türkiyəyə fərz eləyin, onun bəlli bir maddi durumu var, bəlli alım gücü var, bəlli yerlərə gedir, bəlli hotellərdə qalır, bəlli yeməklər yeyir.
Amma bir İranlı məsələn Türkiyəyə gedəndə çalışır ki, ucuz bir oteldə yer tapsın və yaxud məsələn dostun, tanışın yerində qalsın, nə bilim az xərcləsin, az eşikdə yesin, evdə elə hətta gəlib gəzməyə, amma yenə evdə bişirsin, evdə alsın, nə bilim kahvaltısını, sobanəsini, naharını özü bişirsin, özü hazır. Ona görə əlbəttə ki, yenə İranın qatqısı var. Mən demirəm heç əlbəttə ki var. Yəni hətta bir kasıb, bir yoxsul da bir ölkəyə getməsi, yəni bir bəlli imkanlar yaradır, bəlli fürsətlər yaradır. Məsələn, onun uçağa pul verir, hava-peyma bilet pulu verir, otelə, ucuz oteldə olsa pul verir, yemək üçün pul verir. Bunlar hamısı önəmlidir. Amma İranın xarici rəqəmlərə baxanda, məsələn, İranın Türkiyə ilə o ticari mübadilələr çox aşağı bir rəqəmdir. İndi tam genə mən bilmirəm, amma heç məsələn öndə gedən ölkələr arasında yer tapmır İran. Bu məsələ Türkiyəyə gəlincə. Amma bilmirəm, sizin bir ayrı bölümü də vardı sizin sualınızın. Ben indi o zaman mən istərdim ki, sizin dilinizdən də bu məsələnin zəmini yarana bir neçə cümlə mən deyim, sonra mikrofonu sizə verim, keçək o Buyurun, siz özünüz mütəxəssissiniz, uzmansınız. Mən elə istərdim sizdən daha çox eşidəm bu məsələlərdə. Belə deyilir, statistikaya və amara filana baxdığımızda Türkiyənin hələ sadəcə bu turizm sənətindən istəsək bir örnək gətirək, təxminən 60 milyard dolara yavaş-yavaş gedib dayanmaqdadır. Yəni keçənlərdə 30'ların üzərində durmuşdu. Birdən burada bir sıçrayış oldu. Biraz son illərdə gəlir və 50'ni aşdı, 60'a doğru gedir. 50-60 milyard dolardan danışırlar. 60 milyard doları yaxalamağa deyəsən çatıblar, o gücə çatıblar. İranlıların öz dediyinə görə deyirlər ki, biz ildə 3 milyard dolar Türkiyədə xərcləyirik. O da İran öz tərəfi deyir. Yəni Türkiyə tərəfinə gəlib baxaq görək ki, İranlı turistlərdən nə qədər qazanır. Biz tutaq ki, elə İranlılar da düz deyirlər, bunlar da düz deyirlər. Və o ədədindən 60 milyard doların qabağında 3 milyard, yəni sizin dediyiniz kimi bir ədəddir, amma çox ciddi bir rəqəm deyildir. Yəni 20'dən 1 təqribən. 20'dən 1 olur və etkisi də o qədər deyək olar. Sadəcə hansı zamanlarda çox İranlı turistlərin biraz etkisi çox olur, gözə gəlir ən azından. Bu Yeni il bayramında, Novruz bayramında dediyimizdə orada ayrı ölkələrdə hələ iş güc yerindədir, tətilat yoxdur, amma İran tərəfində tətil vardır. Biraz qalabalıq olur, amma üstə ilin bu başı təxminən bu 3 milyard dolardan deyəsən danışırlar. Bir də ki, bir tək turizm deyildir, başqa sektörlərdə və bəxşlərdə də hər halda iqtisad həyatına davam etməkdədir. Türkiyənin iqtisadı 1 trilyon 500 milyard dolara yetişibdir, GDP-si. Odur, İran onun təxminən 3'dən 1'in altında qalır. İran bütün iqtisadı. Yəni 400-500 milyardın altındadır. Tutaq ki, bütün qappacalar bağlana deyək hələ. İran deyək ki, tərəqqi elədi, hamı da getdi. Turistlər də İrana getdi filan bəhman ki, bunlar afaqı sözlərdə elə bir şey də olmaz. Necə ki, indi İspaniya azadçılıqdır, Fransa vardır, Amerika vardır, Türkiyə də vardır, Yunanistan da vardır. İnsanlar gedirlər, 8 milyard insan hər halda gəzməyə görürsən, onların bir neçəsi çıxırlar və özləri o qərarlarını verirlər. Odur, bəzən bu düşüncə ki, nə bilim, İran abad olsa, azad olsa, Türkiyənin turizmi yıxılacaqdır, bu bir miqdar əbəs sözdür, deyək. Bəlkə daha da güclənə bilər. Yəni, getgələr çox olar, İranlıların da alım gücü siz demişkən, Əsani Əhməd bəy demişkən, çoxalsa, onlar bilsin ki, çox getgəlləsinlər. Necə ki, bu dəqiqə görürsünüz ki, Avropadan Türkiyəyə gəlirlər, öz ölkələri azad bir ölkədir, turist yerləri də vardır, ancaq Türkiyənin seçilirlər, gəlirlər, bu təbiəti də görürlər, bu ölkəni də görürlər və Türkiyədən daha kəsə gedirlər o ölkələrə. Bu ikili getgəllər də vardır. Odur, möhtəmələn bunun o təməli və məbnası elə o dargözlükdəndir, biraz o çəkə bilmədiklərindəndir. Bu məsələni də bu şəkildə biz elə bir yumuşaq dilindən bir kənara, bir qırağa qoyuruq. İqtisada dedik ki, Türkiyənin iqtisadı çox irəli gedibdir, İrana görə, görəcəli danışırıq. Çox boşluqları vardır, nə bilim, o gəlişmiş ölkələrə görə geridədir. Ancaq həm özünə görə, özünün keçmiş 10 ilinə görə, həm də ki, qonşularına görə Türkiyənin iqtisadı çox irəli gedibdir. Eyni halda ki, biz bilirik, enflasiya var, təvərrüm var filan var, o da öz yerindədir. Hər halda bizim burada hədəfimiz, nə bilim, bir ölkəni tutmaq, o birisini atmaq deyildi. İstədik deyək ki, bəzi söhbətlər
bir miqdar o gerçəkçi baxışdan uzaqdır. Çalışaq ki, gerçəkçi olaq və biz də bu arada bütün insanlara, bütün bəşəriyyətə, nə bilim, kainata belə bolluq istəyirik. Savaş istəmirik. Barış olsun, firavanlıq olsun, bolluq olsun və insanlar həyatına davam etsin. Belə canlılar belə gözəl-gözəl həyatlarını sürdürsünlər. Çünki bu savaş çıxanda görürsünüz ki, canlının da canı yaxılır, cansız da arada gedir burada. Nəysə, indi gələk proqramımızın o qaldığımız yerdən davamına və savaş məsələsi. 2-3 yolda mən bunu təkrarladım. Sayın Əhməd bəy, Allah göstərməsin. Yine biz burada deyirik ki, biz savaştan yana deyilik. Amma bizim iradəmizin xaricində bir savaş çıxarsa, kağız üstündə bir tərəfdə Amerika kimi bir süper güc vardır, silahlarını görürük, sursatlarını görürük, teknolojilərini bildiyimiz elə görürük. Yanında kim gəlir, İsrail gəlir, onu da gücləndiriblər. Həm özünün silah sursatı vardır, həm də ki dəstəkçiləri var, filanları vardır. Bir tərəfdən də İran vardır. Olsa bilmirik. Rusya, Çin, ona bənzər bir ölkələr ya Quzey Kore dəstək verə bilərmi, verə bilməzmi? İstərseniz öncə buna bir toxunaq. İran tərəfi yalnız mı qalacaq, yoxsa açıq-aşkar dəstəkçisi də olacaqdır? Onu lütfən buyurun siz. Yox, mən zənn etmirəm hər hansı bir ölkə İranın yanında olsun. Hətta retorik səviyyəsində, söz, laf səviyyəsində əlbəttə ola bilər bəlli ölkələr, amma ondan ötə olmayacaq. Yəni hər hansı bir İrana dəstək addım atılmaq, yəni əməli bir dəstək olmayacaq. Mən elə baxmıram, elə düşünmürəm ölkə səviyyəsində. Amma o proksi, nə deyirlər, o İrana bağlı nəyabəti qüvvələr, onlar da yəni çox ciddi bir şəkildə yəni zəifləniblər İsrail tərəfindən, Amerika tərəfindən. Amma onlar əgər İrandan əmr gəlsə, İrandan dəstur gəlsə, sadəcə oralardan bəlkə bir şeylər çıxa bilər. Həmas ki, artıq demək olar ki, vücudu xaricisi yoxdur, yəni çox məhduddur. Hizbullah da, Lübnandakı Hizbullah da o şəkildə biraz dediyim kimi Əraqdakı o Həşd-ü Şəbidir və Yəməndəki Husilər, onlardan bir hərəkət ola bilər, hərəkət çıxa bilər əgər İrandan dəstur gəlsə. Amma onun xaricində mən fikir eləmirəm hər hansı bir bölgədən. Əlbəttə nə dəstək gələcək İrana, nə də açıq-aşkar bir şəkildə İrana qarşı çıxacaqlar. Pərdə arxası bunlar hamısı istəyir ki, İran zəiflənsin, Ərəb ölkələri. Amma eyni zamanda da bunlar nə qədər İranın tam dağılmasını istəyir, İranın rejiminin getməsini istəyir. O da ayrı bir məsələdir. Onu sonra bəlkə ayrı bir fürsətdə danışmaq olar. Amma nə açıq bir şəkildə, açıq aydın bir şəkildə İranı bunlar yəni əməli addım şəkildə dəstəkləyir, nə də yəni qarşı çıxacaqlar, yəni hər hansı bir ciddi bir laf şəklində, retorik səviyyəsində qarşı çıxa bilərlər, amma əməli səviyyədə heç kəs İranın yanında olmaz. Heç görməz. Çox təşəkkür ederim. İndi keçək o bir variantımıza. Bir savaş çıxıbdır. Amerika da gətirdiyi bu silahlarla, mühimmatla, sursatla bildiyin qədər o at oynadacaq meydanda və gücünü göstərəcək. İran da əli qolu bağlı deyildir. Torpağı hər halda öz torpağıdır və çalışacaq bir hərəkət etsin. Möhtəmələn hələ quru qoşunları rahat-rahat yeridə bilməzlər deyəsən, gələcəkdə bəlkə ola, amma indi bu dəqiqə havadan saldırılara möhtəmələn yetinəcəklər ilk addımda və bu üsləri, paygahları, əskəriyə alanları vurmağa çalışacaqlar. Hər iki tərəfdən də bir tələfat olacaqdır. Amma möhtəmələn Amerika bunu buraxmayacaq. Yəni birdən yara alsa belə daha artıq bir həmlələrlə, saldırılarla, yügürmələrlə cavab verməyə çalışacaq ki, bir dəfəlik bu dəftəri də bühsün bir qırağa qoysun. Belə bir durumda biz görək yerimiz nədir? İndi biz dediyimizdə biz Güney Azərbaycanlı olaraq keçmişdə Sayın Əhməd bəy 8 illik bir savaş var idi İran-Əraq arasında və bizim gənclərimiz canı bir gəlib, demirəm bir tək bizidik, ayrı yerlərdən də var idi, bizimkilər də var idi. Kimi yerlərdə görürsünüz ki, ön cəbhədədirlər, ön səfdədirlər, ön sıradadırlar, kimi yerlərdə daha strategik yerlərdədirlər. Hər halda orada çox belə bizim bildiyimiz ayrımcılıq yoxmuş, gerçi varmış onda da.
Azərbaycan qoşunlarını çox daha çətin yerdə verdiklərini biz eşitmişik. Amma nəysə o dosyanı açmırıq. O zaman getdilər bizimkilər savaşdılar. Bu dəqiqə Güney Azərbaycanlı olaraq bizim bir rəsmi güclərimiz vardır, uniformalı, ərtəşdə, orduda, yəni klassik orduda, Sepahda filanda. Onlara əmir gəlsə təbiətən əmrə tabi olub da yəni sözdən boyun qaçırmazlarsa savaşa girəcəklər. Amma millət olaraq sizcə bizim millətimiz ürəkdən bir dəstək verərmi? Maddi, mənəvi, məsələn deyək ki, İran İslam Cumhuriyyəti, mən varam arxamda, məsələn bu qədər hesabımda pul var, sənə verirəm, bu qədər gəlirəm cəbhələrə dəstək verirəm, ya çıxıram səndən yana meydanlarda bir sloqan atıram, şüar verirəm. Belə bir şey olarmı, yoxsa keçmişə görə biraz dəyişiklik daha ciddidir? İstərdim ki, bu konuya da siz toxunasınız, fikrinizi eşidək. Buyurun lütfən. Mehdi bəy, bu biraz çətin bir məsələdir. Əlbəttə, mən hər şeydən öncə bunu deyim ki, əgər bir savaş da olsa, Amerika, özəlliklə Trump yönətimi bir zərbəti həmlələrdən yanadır. Yəni, burada deyirlər surgical strikes. Surgical strikes, yəni çox ağır bir şəkildə həmləni, amma çox qısa bir vədədə eləsin, nəticəyə varsın və geri çəkilsin. Və həmlə sadəcə və sadəcə havadan olsun. Havadan və dənizdən. Yəni, əskər gətirilməsin bölgəyə. Orta Doğuda bataqlığa artıq nə Amerika və nə heç kəs girmək istəmir. İstər Əraq təcrübəsi olsun, istər Əfqanistan təcrübəsi olsun. Bu bunu göstərdi ki, Orta Doğu çox çətin bir vəziyyətdir. Yəni, bura girən istər Sovyetlər olsun, istər Amerika olsun, girir, əskəri müdaxilə eləyir, sonra məsələn 10 il, 20 ildən sonra geri çəkilir, bir nəticə də ala bilmir. Buranın biraz dokusu, yapısı fərqlidir Orta Doğunun, Xavərmiyanənin. Bura məsələn, nə bilim, Japon deyil, Alman deyil. Məsələn, Almanın nazini işğal eləyəsən, arındırasan, məsələn, o nazi elementlərdən, sonra Alman yenidən ya Japon yenidən sıfırdan başlasın və gözəl bir demokrasi, gözəl bir gəlişmiş bir iqtisadiyyat. Orta Doğunun vəziyyəti elə olmadığı üçün o təcrübələr, istər Suriyə, Libi təcrübəsi, Suriyə, Əraq, Əfqanistan bahis olub ki, burada bunu deməkdə fayda var ki, Amerika heç bir zamanda ciddi bir savaşmağa düşünmür. Ona görədir ki, bu qədər müzakirələr gedir. İran rejimi də bunu bilir və ondan faydalanır, sui-istifadə eləyir. Və müzakirə sırf müzakirə üçün. Yəni, heç bir nəticə yox ortada. Masa üstündə agenda, o gündəm, dəsturkar açılır, danışılır və sonra bir nəticə alınmır və Amerika da dediyim kimi istəmir bu bataqlığa girsin. Ona görə ciddi bir şəkildə savaş indiyəcən olmayıb və olmaz da. Ciddi deyəndə yəni bir tamam əyar bir savaş. Bu zərbəti savaşdakı elə 12 günlük savaş kimi bir şey olar əgər olsa. Hər şey havadan, hər şey dənizdən, ciddi bir şəkildə uçaqlar, savaş uçaqları, nə bilim, dənizdən müdafiə və saldırılar olacaq. Amma Güney Azərbaycana gəlincə, məncə bunu neçə faktoru nəzərdə almaq lazımdır. Güney Azərbaycan, yenə əlbəttə bu məsələni siz məndən yaxşı bilirsiniz, mən istərdim ki, siz də bunu danışasınız. Amma məsələn, biz özümüzdən neçə dənə sual soruşmalıyıq Güneyli olaraq, Güneylilər olaraq ki, bu belə bir şey olur. Biz bunu soruşmalıyıq ki, məsələn, bunu kim dəstəkləyir? Bunun arxasında nə kimi planlar var? Bunun yəni o nəticəsi, sonucu nə olacaq? Məsələn, kimlər, hansı aktorlar, hansı müəllifələr burada dəstəklənir? Fərz üçün, misal üçün Amerika və İsrail əgər tamam əyar, əgər Rza Pəhləvini dəstəkləyirlər, səltənəti geri gətirmək istəyirlərsə, demirəm belə bir şey var. Əlbəttə bir yerə qədər var, özəlliklə İsrail tərəfindən. Demək olar ki, əksəriyyəti Rza Pəhləvini dəstəkləyir. Amerikada da bəlli məhfillər onu dəstəkləyir. Və yaxud məsələn, Kürdə dəstək, yəni qeyri-mütənasib bir şəkildə, yəni sadəcə dəstək, özəlliklə yenə İsrailə gəlincə görürük ki, daha çox Kürdlərə var.
İstər İran kürdləri, istər başqaları olsun. Amma Güneyliyə gəlincə, amma məsələn o biri etniklərə gəlincə biz görürük ki, o qədər dəstək yox. Yəni bütün bu müəlləfələri nəzərdə alaraq, çünki hər kəs öz milli mənfəətlərini, öz çıxarlarını nəzərdə alır. Ölkələr olaraq, hətta millət olaraq, hətta etnik, yəni hələ tam olaraq müstəqilləşməmiş bir millət olaraq hər kəs öz çıxarlarını, milli mənfəətlərini üstün qılmalıdır. Əgər bizim bu həmlə, bu saldırı ki, dediyim kimi ciddi olacaq əlbəttə, əgər olsa, müzakirələr nəticə verməsə, amma qısa və çox zərbəti olacaqdır. O bizim üçün nə faydası var, nə gətirisi var, nə götürüsü var. Onları öncə biz bu suallara cavab verə bilməliyik. Ondan sonra biz tavrımızı, nə deyirlər, yönümüzü, yöntəmimizi ortaya qoymalıyıq. Aydındır. Sayın Əhməd, aydındır. Gerçi bu sualları verdiyimdə bəzi suallar mümkündür bir öncəliyi ola, ağırlığı çox ola, bəziləri mümkündür əslən o sıranın dibində ola. Amma adam çalışır ki, əlindən gəldiyi qədər bunları səsləndirə, dilə gətirə, bəlkə içərisindən, uzmanların danışığının o içərisindən millətimizin işinə yarayan və dərdinə dəyən söhbətlər çıxa. Bir də ki, dillər əzbəri ola, deyilə bizim qulağımıza taqqıllamaya bu sözlər eşitdiyimizdə, belə maddım baxmayaq, mütəhəyyir olmayaq. Biz bilək ki, o şahmat oynayanlar kimin, şətranc yarışmasında, oyununda deyək, görürsünüz ki, o oyuncu baxır, birdən neçə hərəkəti düşünür. Qarşı tərəf belə eləsə mən nə etməliyəm, o hərəkəti etsə mən nə etməliyəm. Bizlər də bu qarşı tərəfin dəyişik hərəkətlərini düşünüb özümüzü bəri başdan hazır etməliyik. O mənadadır. Bəlkə bunların heç biri də baş vermədi, çox bir sadə oyun da oldu. Bizim üçün də hər hansı bir zərər ziyan da inşallah toxunmadı. Gerçi bəzi uzmanların dediyinə görə belə bir məsələ baş verərsə, belə bir hadisə, yəni o savaşa bənzər bir olay çıxarsa, savaşa bənzər niyə dedim? Bir o tamam əyar deyilir ya, hər tərəfdən quru qoşunlar dənizdən, göydən, havadan filandan saldırır. Bir də vardır ki, sadəcə uçaqlar filanlar, raketlər, füzələr bir-birinə atılır və ondan sonra da quru qoşundan hərəkəti yoxdur. Elə o 12 günlük savaşa bənzər kimi. Odur, onu kəlməni işlətdim. Elə bir şey hər halda çıxdıqdan sonra ola bilsin ki, bir otorite Tehranda zəifləsin, cılızlaşsın, əhnəzləşsin, düşsün. Yəni iqtidar düşsün orada. O zaman bir ayaqlanma ehtimalı da təkrar vardır. Yəni bir etirazlar ki, nə də ola bilər. Nəzərə gəlir ki, bu son zamanlarda İran İslam Cumhuriyyətinin etdiyi o qəddarcasına cinayətlər və sivil insanları vəhşicəsinə qətl etməsi və öldürməsi böyük bir kin və nəfrət yaradıb millətin ürəyində. Tehran rejiminə hər hansı bir zərbə dəydiyində yeni bir ayaqlanma olasılığı vardır, ehtimali vardır. O gözlənilir, yəni zaman azdır. Bu neçə gün içərisində elə bir şey olacaq isə yenə də bu ayaqlanmalara bir yol verilə bilər, amma zaman aşımına uğradığında gələcəkdə mümkündür millətin biraz o hissiyatı səngiyə, biraz dinə, ondan sonra daha rahat meydana çıxmırlar. Tam tərsinə də 12 günlük savaşdakı kimi keçilər rejimin arxasında duralar. Necə ki o zaman hər hansı bir nəfrət, kin bugün kimi yox idi və müxaliflər belə gördünüz ki, Tehran rejiminin İran İslam Cumhuriyyətinin arxasına keçdilər və onu bir şəkildə dəstəklədilər. Hamısı da olmasa bəlli bir kəsim o işi gördü. Amma bu dəqiqə biraz o zordur, o çətindir. Müxalif qalacaq və qatılaşacaq, qəlizləşəcək müxalifət və ehtimalən meydanlara çıxacaqlar. Sayın Əhməd bəy, proqramımızın son dəqiqələrindəyik. Mən istərdim ki, bir girizlə vuran terörçü qruplara, teröristlərə, onlara qarşı qoya bilərik. Burada qayğımız nə dərəcədə olsun, özümüzü necə toparlayaq filan, onu da sizdən eşidək. Buyurun lütfən. Məhdi bəy, bir ləhzə kəsildi söhbət. Kimlərin planları var? Orasını mən tam eşidə bilmədim. Bölgəmizdə olan bu teröristli qruplar, nə bilim, PEJAK-dan, Komoladan, Demokratdan və dəyişik adlar altında bu teröristli qruplar. Bəli. Çox gözəl. Hər şeydən öncə bu savaşı mən işarə edeyim. Savaş, əlbəttə bunu bilməkdə fayda var ki, savaş gedir İran və Qərb dünyası arasında, İran və İsrail arasında. Necə ki, məsələn, Amerika və
Sovyetlər arasında savaş gedirdi. Adını qoymuşlar Soyuq Savaş. Bu İran və İsrail arasında, İran və Amerika arasında savaş da heç bir zaman durmadı. Amma onun fərqli şəkilləri, fərqli yönləri var. Məsələn, biri cyber savaşdır. O hər zaman İran tərəfindən Amerikanın mərkəzlərə saldırılır, həmlə olunur. Amerika tərəfindən də bu olunur. Biz gördük ki, ən ciddi elə məsələn hibrid cyber savaş elə həman Stuxnet'dir ki, İranın nüvə proqramını neçə il geriyə götürdü. Və yaxud məsələn hibridi ya o cəng tərkibi deyirlər, o var və yaxud SAYAP, Psychological Operation, əməliyyat rəvani, psixolojik operasyon, bunlar hamısı var, davam edir. Bunu mən istədim bir işarə eləyəm ki, savaş sadəcə kinetik war və yaxud isti savaş, yəni qanlı, bıçaqlı, nə bilim silahla deyil, o biri yönlər də var, o biri ayrı şəkillərdə də davam edir. Amma bölgəyə gəlincə və qruplara, terrorist qruplara və gəlincə bir dənə məsələ odur ki, biz bu son olaylara baxanda biz görürük ki, çox da nəticə alınmır. Əgər bir qrup oranın yerlisi olmasa, bir qrup dəstəyini öz millətindən, öz xalqından almasa, bugün Qərb dünyasının işinə gəlir, məsələn PKK, PKK'nın uzantısı YPG, məsələn Suriyədə. Qərb dünyası hamıcıra onu dəstəkləyir. YPG, Kürdlər orada Suriyənin demək olar 8, 9 da çox belə bəzli bəxşiş eləsək %10 cəmiyyətini təşkil edir. Amma %30, %35 yəni Türkiyə o şimala müdaxilə eləməsəydi, Əfrin olsun, nə bilim, başqa yerlər, torpağını demək olar yarısına yaxın bu Kürdlər ələ almışdı. Halbuki %7-ni, %8-i təşkil edirlər. Hələm işim yox ki, onların yaşadığı bölgələrdə çox sayda Türkmən var, çox sayda Süryani var və. Onlar işlərinə gəldiyi zaman Qərb dünyası onlara silah verdi, sursat verdi, getdilər, bütün ərəblərin və türkmənlərin və Süryanilərin torpaqlarını işğal elədilər. Sonra gördük ki, indi işlərinə gəlmir, indi onları buraxdılar öz başlarına və gördük ki, Suriyədə olanlar oldu, bitənlər bitdi. Elə bizə gəlincə də elədir. Yəni, Güney Azərbaycana gəlincə və o Kürd bölgəsinə də gəlincə də elədir. Bəlkə İsrail, bəlkə Amerika işinə gəlir, mənafeləri icab edir ki, onları dəstəkləsinlər. Amma onların nə zaman işlərinə gəldiyi zaman dəstəkləyə bilərlər, nə zaman işlərinə gəldiyi zaman onlar dəstəklərdən vaz keçə bilərlər, himayə eləyə bilməzlər, vaz keçə bilərlər. Önəmli olan odur ki, bunu anlamalı, onlar da anlamalıdır, bizlər də anlamalıyıq ki, özümüzə güvənməliyik. Çünki ora güvənmək olur Rıza Pəhləvi. Onun atasını nə bilim İngilis istihbaratı getdi, böyük atasını, babasını nə bilim Amerika istihbaratı gətirdi, MI6 gətirdi, sonra götürdü, sonra nə bilim Muhammed Rızanı da bunu hər kəs bilir ki, CIA gətirdi, yəni geri qayıdışına dəstək elədilər. İndi Rıza Pəhləvi də deyib ki, məsələn, İsrailin, Amerikanın və Qərbin dəstəyi ilə Qərb ölkələrinin gələ bilər və yaxud bəzi Kürd terror təşkilatları da deyib ki, Qərbin himayəsi ilə, dəstəyi ilə bəlli bir yerləri işğal edə bilərlər, nə bilim, göz tikə bilərlər başqa torpaqlara. Məncə o olmayacaq. Məncə hətta o Qərb ölkələri də, indi məsələn görürük, Trump dedi ki, ay millət, gedin xiyabanlara, mən sizi dəstəkləyirəm. Hətta dedi, gedin idarələri tutun, işğal eləyin filan. Amma sonra oturub indi mollalarla hələm indilik müzakirə eləyir. Mollalar yetər ki, biraz yəni yumuşama olsun, o nərmişi qəhrəmanı olsun Xameneydən. Yəni Trump hətta istər ki, otursun Xameneyi ilə Faludə də yesin, yəni Tehranın bir xiyabanında. Necə ki, getdi Trump məsələn o ilk sırasında getdi Kore Şumali o DMZ var, Demilitarized Zone, onunla da o Kim Un-jungla da oturdu, əl verdi, tokalaşdı. Yəni Trump'ın belə bir problemi yoxdur mollalarla ki, onlarla mollalar demişkən musafəhə və muanəqə eləsin, onları qucaqlaşsın falan. Yetər ki, Xameneyi biraz nərmişi qəhrəmananə eləsin. Ona görə çox oyaq olmalıyıq, uyanıq olmalıyıq, türkü olmalıyıq. Sadəcə özümüzü və öz çıxarlarımızı nəzərdə almalıyıq. Mən özür istəyirəm, çox danışdım Mehdi bəy. Çox sağ olun Sayın Əhməd bəy. Çox təşəkkür edirəm.
Qiymətli vaxtınızı ayırdınız və bizim bu proqrama qatıldınız. İnşallah ki, yenə də ayrı verilişlərdə sizin qulluğunuzda olaq. Bizim də bu verilişimizin vaxtı bu dəqiqə başa çatmışdır və mən sağollaşmaq istərdim. Bir daha sizə təşəkkür edirəm. Dəyərli izləyicilər, əsas təşəkkürümüz sizlərədir. Bizi qonaq olaraq ekranlarınıza qəbul edirsiniz. Umuruq bu söhbətlərlə sizin yanınızdan bir əli dolu göylü xoş ayrılmış olaq. Sizlər də ən azından bu ayırdığınız vaxta görə bu söhbətlərdən üzərimizə düşən payları da bir götürmüş olaq birlikdə, mən də elə sizinlə birlikdə. Allah qoysa yaxın gələcəkdə yenə də görüşəcəyik. Gələn görüşə qədər hələlik.